Salamlar hər kəsə. Vaxt etdikcə mövzuları izah etməyə çalışacağım. Demək, başlayaq ilk mövzumuzdan. Azərbaycan xalq musiqisi əsasən neçə janrdan ibarətdir? 4 janrdan ibarətdir. Hansı vardı bunlar? Klassik muğamlardır, Azərbaycan xalq mahnı vardır, Azərbaycan xalq rəqslərdir və aşıq musiqisidir. Bu 4 janrdan ibarətdir nə? Azərbaycan demək, xalq musiqisi. 4 janrdan ibarətdir. Bağçada Gül əmək mahnısıdır. Demək, pambıq tarlasında işləyən pambıqçıların əməyi burada təsvir olunmuşdur. Çalışacağım sizə əsas yerlərini izah edeyim. Uşaq mahnıları əsasən çoxdur. Uşaq xalq mahnıları da çoxdur. Uşaqlar üçün yazılmış mahnılardan biri Ninnidir, Beşik başındadır, Layla mahnısıdır. Məhz bunlar, sonra Tutun ənəmdir və s. Bunlar hamısı demək, uşaqlar üçün yazılmış mahnılardan biridir. Piyada Koroğlu Azərbaycan xalq mahnısı cəhd mövzuda 4-3 xanə ölçüsündə yazılmışdır və aşıq musiqisindən istifadə olmuşdur. Və Koroğlu operasında bildiyimiz kimi Üzeyir Hacıbəyli Koroğlunu bir aşıq kimi təqdim eləyir. Məhz ona görə Piyada Koroğlu mahnısında aşıq musiqisinə çox yaxın olan millizmlərdən, faşaqlardan da istifadə olmuşdur. Məhz Piyada Koroğlu mahnısını Tofiq Quliyev nota köçürmüşdür. Sonra əsasən rəqslərimizdən danışsaq, rəqslərimizin adı Bilqamus Dədə Qorqud dastanlarında çəkilibdir. Bilqamus və Dədə Qorqud dastanlarında. Məşədi İbad operettasında Uzundərə xalq rəqsindən istifadə edilmişdir.